Salamlar dostlar, bu Aleksandr Tkachenko'dur və bu gün sizə Royal Hook xidmətində banner reklamının nəticələrini göstərəcəyəm. Dünən banner reklamlarına necə yüklənəcəyi, bannerlərinizin Royal Hook xidmətinə necə yüklənəcəyi barədə video çəkdim. Burada 2 bannerim var. İndi hər şeyi, bütün rəqəmləri birlikdə sayacağıq, kalkulyatorda necə abunəçinin olduğunu hesablayacağıq. Və biraz qabaqcadan sizə deyə bilərəm ki, sadəcə heyran qalacaqsınız. Belə bir şeyi heç yerdə görməmisiniz. Belə rəqəmlərlə heç vaxt rastlaşmamısınız. Çünki mən 20 illik iş təcrübəmdə belə bir şey görməmişəm. Gəlin keçək. İndi hər bir sözümü tam şəkildə əsaslandıracağam, sizə göstərəcəyəm və sübut edəcəyəm ki, bu necə işləyir. Gəlin dünən çəkdiyim videoya keçək. Bu video təlimatıdır, banneri necə əlavə etmək olar. YouTube'da bunun 13 saat əvvəl yerləşdirildiyini görürük, amma bu tam dəqiq deyil. Çünki montaj edib yükləyənə qədər artıq xeyli vaxt keçib. Hayır, bu videonu öz vaxtımdan 3 saat 22 dəqiqədə çəkmişəm. Bu Filippin vaxtıdır, mənim vaxtım Moskva vaxtından 5 saat irəlidədir. Bax, indi klikləyə bilərik. Bu mənim yazdığım təlimatdır. Yəni videonu 3 saat 23 dəqiqədə yazmışam. İndi baxa bilərsiniz, saat 18:45-dir. Yəni təxminən 15 saat keçib. Bannerləri yerləşdirdiyim vaxtdan təxminən 15 saat keçib. İndi bura gedirik. Səhifəni yeniləyirəm. Royal Hook, mənim reklam kabineti. Yəni belə, reklam verənə daxil oluruq, reklam, banner reklamı və baxırıq. Yəni ardıcıllığına baxaq. Burada 2 banner yerləşdirmişəm və görürük ki, bir bannerin göstərilməsi 1795, digərində isə 1980-dir. Yəni, indi sizinlə birlikdə hesablayacağıq. Üstəgəl 1795-ə 1980-i əlavə edirik. Yəni, bu 1775 göstərilmə, məhz bannerin göstərilməsi bu 15 saat ərzində olub. İndi isə keçək və nəticələrə baxaq. Burada link yerləşdirilir. İstəsəz redaktə et düyməsini basırıq və baxırıq. Link mənim botuma yerləşdirilib. Bəli. Keçə bilərik və burada mənim botum olan Tkachenko Team Assistant botunu görürük. Sadəcə başa düşməyiniz üçündür. İndi geri qaydaq. Bu həmin səhifədir. İndi isə gedib nəticələrə baxırıq. Xatırladım ki, cəmi 3775 baxış olub və 97 abunə gəlib. Gəlin burada yeniləyim. Bu mənim Telegram botumdur. Dəqiq desək, bu botun yığıldığı kabinet, konstruktor. Və burada uyğun olaraq bütün baza, bütün abunəçilər var. İndi gəzinəcəyik və baxacağıq. Botun adı Aleksandr Tkachenko'nun köməkçisidir. Artıq 98 nəfərdir. Mən burada sizinlə danışan zaman daha bir abunə oldu. Beləliklə baxırıq, burada biraz boyudək. Belə, bax mən artıq burada tarixi qoymuşam ki, görünsün. Bəli. Yəni indi biz 30 aprel 2026-cı ildən sonra abunə olanların hamısını seçirik. Yəni mənə yalnız 1 aprel tarixində abunə olanlar lazımdır. Çünki xatırladım ki, bu bannerin isə salınması, yəni bu gün gecə mənim vaxtımla 1 may saat 3:20-də bas tutdu. Və bu gün 1 mayda saat 18:48. Bura kəsirik. Bu, insanların abunə olduğu bot konstruktordur. Və görür ki, bugün 1 may tarixində tam olmayan bir gün ərzində 15 saatda 98 nəfər abunə olub. Bir daha yeniləyirəm. Yox, dəyişmədi. Yəni 98. İndi baxırıq. Mən loginləri gizlədəcəm. Görürsünüz, hə? İndi isə gəlin ekranı belə yavaşca sürüşdürək ki, siz orada sadəcə vaxtı tam aydın şəkildə görə biləsiniz. Yaxşı, baxın, budur. Artıq vaxt burada görünür. İmza sahiblərinin tarixi və vaxtı, bəli. 1 may, 1 may, 1 may. O, hər şey belədir. Yəni, 98 nəfərin Telegram botuna abunə olduğunu görürük. Biz heç bir kanala və ya söhbətə bas çəkmədik. Əksinə Telegram botuma abunə olduq. Bu konversiya baxımından daha çətin bir tapşırıqdır. Çünki insanlar hansısa Telegram botuna abunə olmağa o qədər də həvəsli olmurlar. Məsələn, Telegram kanalına abunə olmaqdan fərqli olaraq. Onlar başa düşürlər ki, çox güman ki, hansısa bildiriş və ya paylaşımlar alacaqlar. Yəni, onlar bura məqsədli şəkildə gəlirlər, çünki burada aldıqları məlumat onlar üçün vacibdir. Yəni, bu həqiqətən də əladır, çünki Telegram botunda insanlara avtomatik mesajlar, abunəlik bildirişləri gəlir, bəli. Və uyğun olaraq istənilən vaxt onlara limitsiz sayda bildiriş göndərə bilərəm. Yəni, bu 15 saat ərzində formalasam bazavara, indi sizə göstərəcəm bunun nə qədər pula basa gəldiyini. Qəpik kurusu, bana əvvəlcədən sizə deyə bilərəm, bəli. Amma indi konkret rəqəmlərlə hər şeyi izah edəcəyik. Yəni 98 nəfər abunə olub və mən bu 98 nəfərə bildirişlər göndərəcəm.
Yəni bu insanlar illərlə məndən məlumat alacaqlar. Mən nə ilə məşğul olsam da, onlara hansı biznesi təklif etsəm də, uyğun olaraq onları bu barədə məlumatlandıra bilərəm. Onlar bu məlumatı öyrənəcəklər, mənim referal linkimdən qeydiyyatdan keçə, nəsə ala, harasa keçə biləcəklər və s. Yəni bu elə bir bazadır ki, o mənim uzun həmsərlik alacaq, bəli. Bəlkə də kimlərsə abunəlikdən çıxacaq, orada bir neçə nəfər yeniləri isə abunə olacaq. Bu templə bu sadəcə inanılmaz nəticələrdir. Ona görə də davam edirik. 98 məsəl. Bu rəqəmi götürürük, bura gəlirik, kalkulyatoru çıxarırıq, bir də hesablayırıq. Birdən artıq unutmuşum da. 1797 aşağıdakı banneri əlavə edirik, 1984. Nəticədə bizdə 3781 baxış alınır. 3781 baxış. Reklamı paketlə almışdım 50 dollara. Və uyğun olaraq 50 dollara 1000 baxışın qiyməti cəmi 1,6 dollardır. Yəni 1000 baxış üçün 1,6 dollar. Bu 3781-i indi 1000-ə boluruq. Bax belə. Alınır ki, uc tam onda 7-ni 1000 baxışın qiymətinə vururuq. Bizim üçün bu 1,6 dollardır. Bu 6 dollar və 4 sentə bərabərdir. 6 dollar və 4 senti bu ədədə boğuruz. Yeniləyək, bəlkə burada daha çox şey var. Xeyr, daha yox. Yenə də sənindir. Yaxşı, 98. 98. 98-ə buluyuq. Beləliklə, bir Telegram bot abunəçisi üçün qiymət 6 sentdir dostlar. 6 sent. Yəni 6 sentin qiymətinə sadəcə təsadüfi bir abunəci deyil, bir abunəci əldə etdim. Və çox şanslı, elə deyil. Yəni 98 abunəci görürük, bu kifayət qədər böyük bir həcmdir. Bu artıq düzgün hesablanmış bir statistikadır. Yəni biz ucmindən çox baxış olduğunu görürük. 98 nəfər Telegram botuna abunə olub. Yəni bu sadəcə keçid edib klikləyənlər deyil, konkret maraqlanıb Telegram botuna abunə olan insanlardır. Əminəm ki, keçidlərin sayı daha çox olub, amma mənə lazım olan məhz bu faktiki hərəkət idi. Yəni Telegram botuna abunə olurlar və orada insanlar artıq məlumatla tanış olurlar. Yəni ucmindən çox baxsa 98 abunəci düşür və abunəci üçün qiymət 6 sentdir. Yəni bu artıq kifayət qədər böyük baxış və abunəci sayı üçün formalaşmış statistikadır. Yəni 6 sent bu sadəcə inanılmaz bir qiymətdir, çox ucuzdur. Bu çox ucuzdur. Xüsusilə nəzərə alsaq ki, burada auditoriya bizneslə bağlıdır. Yəni bu biznes auditoriyasıdır. Kriptovalutadan istifadə etməyi bacaran, internetdə müxtəlif layihələrlə məşğul olan, öz bizneslərini irəli aparan və internetdə qazanc əldə etməyə maraq göstərən insanlardır. Yəni məhz belə keyfiyyətdə auditoriya Royal Cook-da toplaşıb və biz demək olar ki, qəpik qurusa öz məhsullarımızı, xidmətlərimizi, bizneslərimizi reklam etmə imkanı əldə edirik. Təbii ki, bu rəqəm məhz mənim konkret təklifim, mənim bu kreativlərim, bannerlərimlə belə nəticə verdi. Təbii ki, hər kəsdə fərqli olacaq. Əlbəttə ki, hər kəsin fərqli statistikası olacaq, elə deyilmi? Əgər az-çox yaxşı yaradıcı insanlar yaratsaq, düşünürəm ki, statistika hər kəs üçün əla olacaq. Bu da bir pankart görürük, edeyinmi? Yəni, yarısı kəsilib. Şəxs sadəcə narahat olmadı, başqa formatda bir banner yüklədi və burada ona heç nə aydın deyil. Yəni, bannerin yarısı kəsilib. Təbii ki, onun konversiyası belə olacaq, yəni çətin ki olsun. Mən düşünmürəm ki, insanlar üzərində nə yazıldığı belə aydın olmayan bannerə klikləyəcəklər, elə deyilmi? Burada bəlkə də sırf pisikə görə kimsə klikləyər, bilmirəm. Amma bu bannerdə heç bir məlumat vermir, elə deyilmi? Bax, bu artıq maraqlıdır, elə deyilmi? Yəni, konkret olaraq yazılıb, sağlamlıq məhsulları premium səviyyə. Bu kimi bilsək. Xüsusi bir dəqiqlik yoxdur, amma yenə də bu artıq daha yaxşıdır. Ona görə də dostlar, əgər siz normal, yaxşı kreativlər, yaxşı bannerlər hazırlasanız və orada məqsəd konkret şəkildə yazılsa, yəni insanlar ora niyə keçməlidir? Bax, belə nəticələri prinsipcə gözləmək olar. Hər kəsdə təxminən fərqli olur, çünki hər kəsin öz təklifi var. Kiməsə orada daha maraqlıdır, kiməsə isə az maraqlıdır. Yəni, təbii ki, eyni rəqəmlər yoxdur. Deyə bilmərik ki, burada abunəci harası 6 sentə basa gəlir. Bu düzgün olmazdı, çünki hər kəsin öz göstəriciləri, öz rəqəmləri olacaq. Əminəm ki, məndə bu nəticə heç də ən yaxşısı deyil. Əgər kreativlərə biraz daha çalışsam, bunu 2 dəfə yaxşılaşdırmaq olar. Çünki mən ümumiyyətlə heç bir əziyyət çəkməmişəm. Biz bunu tələsik, cəmi 5 dəqiqəyə etdik. Sadəcə kompüterin masasında olan ilk şəkillərimizi götürdük
bir mətn yazdıq və salam. Əslində isə əlbəttə kreativləri test etmək, daha çox hazırlamaq, daha çox banner əlavə etmək lazımdır. Uyğun olaraq baxmaq lazımdır ki, hansı bannerlər daha yaxşı işləyir, onları saxlayıb reklam büdcəsini onlara yönəltmək lazımdır. Daha zəif işləyənləri isə təkmilləşdirmək, yaxşılaşdırmaq və s. etmək olar. Bir neçə variantın olması daha yaxşıdır. Və belə. Amma əminəm ki, əgər bu işə SME üzrə peşəkarlar başlasa, onlar bu göstəricini dəfələrlə yaxşılaşdıracaqlar. Yəni sadəcə vaxtım olmadığından bu işlə ciddi məşğul ola bilmədim. Ona görə də tələsik etdik və artıq belə bir nəticə əldə etdik. Düşünürəm ki, əksər insanlar da çox baş sindirməyəcək və yəqin ki, buna bənzər nəsə edəcəklər və oxşar nəticələr əldə edəcəklər. Kim peşəkardırsa, kimdə bannerlər, konversiyalar, statistika üzrə peşəkar təcrübə varsa, düşünürəm ki, onların nəticəsi qat-qat yaxşı olacaq, çox daha yaxşı. Amma hətta bu nəticə belə sadəcə dəli bir nəticəni. Bu sadəcə inanılmaz göstəricilərdir, bu sadəcə möhtəşəm rəqəmlərdir. Təxminən 20 ildir ki, onlayn işləyirəm. Müxtəlif platformaları sınamışam. Sadəcə sınamamışam, daim reklamla, Google reklamı ilə, Yandex reklamı ilə, sosial şəbəkələrlə, kontekstual reklamla işləyirəm. Orada çox böyük pullar xərcləməmişəm. Və əgər 20, heç olmasa 15 il əvvəl daha az normal nəticələr alırdım, yəni xərcləri az qala çıxarırdımsa, indi üzr istəyirəm, bu ümumiyyətlə heç bir nəticə vermir. Yəni bu o qədər azdır ki, təsəvvür edin, əgər dünən bu bannerlərə yox, başqa yerə $50 qoysaydım, hə? Axı görürsüz burada nə qədər pul xərcləyəcəm. Burada qəpik quruş xərcləməm, $5 belə xərcləməmişəm. Əgər mən $50, məsələn Google reklamına, Yandex Directə ya da sadəcə sosial şəbəkədə pullu reklama qoyub, orada biznes maraqları ilə bağlı auditoriya tapmağa çalışsaydım, bilirsiniz nə olardı? Bir gecənin içində o $50 xərcləyərdim, müəyyən qədər, hətta çoxlu baxış sayı alardım, amma heç nə əldə etməzdim. Yəni Telegram bota abunəci baxımından heç nə. Heç nə əldə etməzdim. 90% ehtimalla. Yaxud da çox az və sərfəli olmayan nəticə əldə edərdim. Yəni, ola bilərdi ki, bir abunəci üçün $30-50 ödəyərdim. Qiymət belə çıxardı. Təəssüf ki, reallıq budur. Təəssüf ki, reallıq belədir. Çünki o platformalarda auditoriya biznesdən uzaqdır. Bizim biznesimizlə, şəbəkə biznesi, onlayn bizneslə əlaqəsi yoxdur. Bax, məhz burada Royal Hook servisində olan auditoriya isə tamam başqadır. Bunu başa düşmək son dərəcə vacibdir. Yəni, məhz burada şəbəkəcilər, onlayn sahibkarlar, infobiznes üçün ən keyfiyyətli hədəf auditoriyanın toplusu var. Siz hədəflənmiş reklamda, sosial şəbəkədə reklam sifariş edəndə və hətta bizneslə bağlı auditoriyanı seçəndə belə, bu auditoriya siz onlara konkret nə satmaq istədiyinizi başa düşməklə çox uzaq olur. Buna görə də siz yüzlərlə dollar xərcləyirsiniz və oradan demək olar ki, çox az nəticə əldə edirsiniz. Belə bir nəticəyə bugün nə Google reklamında, nə Yandexdə, nə də sosial şəbəkələrdə pullu reklam vasitəsilə nail olmaq sadəcə mümkün deyil. Ya bu sadəcə inanılmaz bir nəticədir. Mən bu nəticəni sizinlə bölüşmək istəyirəm, bəli. Siz bu videodan istifadə edət, onu biznes tərəfdaşlarınız və dostlarınızla bölüşə bilərsiniz, bəli. Çünki bu həqiqətən də çox möhtəşəm, keyfiyyətli bir platformadır. Burada inanılmaz dərəcədə hədəf auditoriyası var. Bəli, hazırda platformada hələ o qədər də çox tərəfdaş yoxdur, amma artıq kifayət qədərdir. Bugün biz 30.000 həddini keçdik və əslində bu Royal Hook xidmətinin artıq 3-cü iş günüdür. Düşünürəm ki, bir ay, yarım il, bir il sonra burada 100.000, 1 milyon və daha çox Royal Hook abunəçisi olacaq. Və bunlar yenə də eyni insanlar olacaq, yəni eyni auditoriya. Onlayn bizneslə, infobizneslə, blogerlərlə, müxtəlif məhsullar satan, sağlamlıq üçün bioloji əlavələr, infobiznes, investisiya layihələri, müxtəlif trading və s. ilə məşğul olan hər cür şəbəkəcilərlə bağlı insanlar. Çoxlu sayda müxtəlif istiqamətlər var, amma bu insanların hamısını bir şey birləşdirir. Bütün bu insanlar onlayn pul qazanır, onlayn pul qazanmağa çalışır, öyrənir, onlayn necə pul qazanmaq olar, hansı layihədə və s. yollar axtarırlar. Yəni, məhz bu bizi birləşdirir. Bu platformadakı insanların keyfiyyəti belədir. Ona görə də, əlbəttə, nəticələr də belə olacaq. 98 abunə, bəli, Telegram botuna və əslində belə gülməli pullara görə, dostlar. Xatırladım ki, mənim bannerimin 1000 dəfə göstərilməsi mənə $1.06 basa gəlir. Mən paketi $50 almışdım. $50 qiymət daha sərfəlidir. $1.06 1000 dəfə göstərilməyə düşür. Və baxın, hər bir abunəci üçün 6 sent almışam. Yəni Telegram botuna abunəci üçün.
Hətta Telegram kanala yox, dostlar, insan birbaşa Telegram botuna keçib və artıq məndə qalacaq. Və bu auditoriyaya illərlə xəbərdarlıqlar göndərəcəyəm. Yəni bu abunəciləri 6 sentə əldə etməyim o demək deyil ki, onlar bir dəfə klikləyib baxıb çıxıblar və ya çıxmayıblar. Yəni onlar bazada qalıblar, saxlanılıblar. Və bu auditoriyaya istədiyim kimi xəbərdarlıqlar, təkliflər, nə istəsəm göndərə bilərəm. Yəni bu dəfələrlə ozumu doğruldasaq. Artıq bir neçə nəfər mənə yazıb, şəxsi mesaj atıb ki, onlara maraqlıdır. Artıq bunu kopyalamaq, bu istiqamətdən qazanc əldə etmək istəyirlər. Yəni artıq faktiki nəticə var. Artıq indi bəzi insanlarla ünsiyyətdəyəm və artıq indi insanlar artıq bu istiqamətdə qazanc əldə etməyə başlamaq üçün pul qoyurlar. İndi bunu reklam kimi demirəm, sadəcə olaraq konversiyanı izah etmək istəyirəm, məhsulun necə işlədiyini, Royal Hook servisində reklam məhsulunun necə işlədiyini göstərmək istəyirəm. Yəni bir gecə ərzində, dəqiq desək 15 saat ərzində 3000-dən çox baxış əldə etdik. Və məhz bu qiymətə 6 sentə biz Telegram botuna 98 abunəci qazandıq. Onlardan bir neçəsi artıq mənə şəxsi mesaj yazıb, onlarla artıq ünsiyyətdəyəm və artıq daxil olan insanlar var. Yəni bu 100% nəticədir. Amma düşünürəm ki, hər halda bu 98 nəfərdən daha insanlar yazacaq, daha insanlar daxil olacaq. Bəlkə də dərhal yox, bəlkə də bugün yox, amma bir həftə, bir ay, bəlkə də bir il sonra. Əhəmiyyəti. Amma insanlar daxil olacaq, mən onlara nə təklif edirəmsə, onu alacaqlar. Yəni bu olduqca vacibdir. Çünki biz formalaşdırdığımız bu auditoriya baza illərlə bizim üçün işləyəcək və biz bunun üzərindən tamamilə istənilən istiqamətdə qazanc əldə edəcəyik. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunu həmişə abunəçilərimizə təklif edə bilərik. Ona görə də dostlar, bu sadəcə inanılmaz bir məhsuldur. Çox əladır. Nəticələr sadəcə əladır. Statistika sadəcə əladır. Bu gün də bir çox insan mənə öz nəticələrinin skrinşotlarını göndərdi. Bu da sadəcə dəli nəticələrdir. Kiminsə Telegram kanalına Royal Hook bənlərindən 200-dən çox insan qoşulub, kiməsə də şəxsi mesajlar yazırlar. Yəni nəticə əldə edən təkcə mən deyiləm, artıq Royal Hook xidmətindən reklam platforması kimi istifadə etməyə başlayan, artıq bannerlər yükləyən və artıq ilk müştərilərini, bizneslərində ilk müştəriləri qəbul edən bir çox insandır. Bu məni xoşbəxt edir. Buna görə də dostlar, sizə bu platformada Royal Hook xidmətində çox geniş auditoriya, çoxlu abunəçi, çoxlu müştəri və biznes tərəfdaşları arzulayıram. Növbəti videoda görüşənədək.